Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. May ayı ərzində sizə hansı təhsil xidmətləri göstərəcəyimi izah edirəm. Birinci növbədə qabiliyyət imtahanlarına qeydiyyat başlayır. Yəni ki, kolleclərin və universitetlərin qabiliyyət tələb edən rəqs, idman, musiqi və rəsm ixtisasları üzrə əgər universitet və kolleclərə qəbul olmaq istəyirsinizsə, siz qeydiyyatdan keçməlisiniz. Buraxılış imtahanlarından 50 baldan artıq bal toplayan hər bir abituriyent bu imtahanlarda iştirak edə bilərlər. Hətta eyni vaxtda, eyni istiqamət üzrə bir neçə qabiliyyət komissiyasından keçə bilərsiniz. Komissiyalardan keçməkdən ötürü, yəni qeydiyyat üçün bizə müraciət edə bilərsiniz. Bioda göstərilən nömrəyə yazaraq adınızı siyahıya daxil elətdirsəniz daha yaxşı olar. May ayında asılacaq ikinci qeydiyyat isə əlavə təhsilə olan qeydiyyatdır. Yəni ki, əgər bir diplomunuz varsa, ancaq bu diplomu istifadə edə bilmirsinizsə, siz həm kollec, həm də universitetlərin bu il vakant olan, yəni ki, bir nəfər də olsa vakant olan hər hansı bir ixtisasına qeydiyyatdan keçə bilərsiniz. Bu təhsilin üstün tərəfi odur ki, sizin diplomunuzda yazılan ixtisasdan tamamilə fərqli bir ixtisası oxuya bilərsiniz. Hətta bəzi ixtisaslar ikinci kursdan başlayır, ixtisasların çoxunda isə imtahan yoxdur. Yəni ki, imtahansız bu ixtisaslara qəbul ola bilərsiniz. Misal üçün, əgər sizin hansısa bir kollec diplomunuz varsa və diplomda məktəbə qədər təhsil yazırsa, lakin siz məktəbə qədər təhsil ixtisası üzrə fəaliyyət göstərə bilmirsinizsə, misal üçün, tibb ixtisasını seçə bilərsiniz və imtahansız tibbə daxil ola bilərsiniz, oxuya bilərsiniz. Tibb bacısı və yaxud da bununla əlaqəli fərqli ixtisasları oxuya bilərsiniz. Həm qabiliyyət imtahanlarına, həm də ikinci təhsilə qeydiyyat üçün indidən bizə müraciət edə bilərsiniz.